Allah Teala bize Kur'an-ı Kerim'de her gün nəsihətlər verir. Ve bir gün sonumuzun da ölüm olacağını gösterir ki, ey insan, seni ben bu dünyada yarattım, seni imtihanlayacağım ve bir gün öleceksen, bizim huzurumuza qayıdacaksın. Ve bu dünyada sen ne emel sahibi oldun? Sen ne emel sahibi oldun? Necə yaşadın, necə öldün? Əsas insanın necə ölməsidir. Yaşamaq asandır. Ölmək çətindir. Görək sən öləndə səni necə bura qəbrə gətirəcəklər? Dəstəmazla, namazla, Quranla mı? Yoxsa əstəğfurullah, Allah mühafizə eləsin. Hardasa piyan, hansısa maşının altında, bağırsaqların bir yanda, özün bir yanda. Necə gəlsən də ikinci sənin əməlin nə olacaq? Kimsə baxıb deyəcək, Allah rəhmət eləsin. Bu qəbirdə yatan filan kəsdir və yaxud da evə baxanda ki, bu rəhmətliyin evidir və yaxud da ki, səndən söhbət düşəndə, yəni sənin bu dünyada qoyub getdiyin əməlindir. İkincisi, sənin var dövlətin dolasıdır başqasının. Əsas məsələ insanın öz yaşadığıdır. Qovm əqrəbə də gedəcək. Bax, bir gün Allah rəhmətləsə, əmoğlumdur. Atasının qəbrini bir günlərim gücü çatan odur, təmizləyir, amma ondan bərabər deyil. İnsanın bu dünyada Allahla baş-başa qalası yalnız etdiyi əməli, qıldığı namazı, tutduğu orucudur. Qarşıdan oruçluq gəlir, Ramazan ayı gəlir. Ramazan ayı gəlir ki, bu Allahın elə bir mərhəmət ayıdır ki, hər kəs tövbə edib bu namaza dönsə, Allaha yaxınlaşsa, Allah ona o qədər də çox yaxınlaşar. Ey insanlar, bilin, Allah deyir bizə, Quran deyir bizə, biz hər bir əməlimizə görə sorğu-sual olunacağıq. Hətta bugünkü cümə günündə cümə namazına necə Allah Quranda deyir. Quran bizə Allahın əmridir. Görə biz cüməyə getmişikmi? Allah deyir, valideynlərini unudanların Allah ruzisini azaldar. Bəli, Quran diri üçündür. Amma 5 dəqiqə bir cümə günündəmi, bir başqa vaxtmı gəlib bir ölənləri o ziyarət eləsən, bir təvəkkül eləsən ki, mənim atam əlimdən tutub məni məktəbə aparmışdı. Yəni bu təvəkkül eləyib, bir Allahın buyruğuna əməl eləsən, valideyni ziyarət eləsən, deməli Allah sənin ruzu, bərəkət artırar. Namazla ölərsən, necə ölərsən, elə dinlərsən. Araqla ölərsən, necə ölərsən, elə dirilərsən. Odur ki, gəlin, tövbə eləyin, Allaha dönün, namaza dönün. Allahın buyurduğu kimi bura gələk. Çoxuna deyəndə deyir, mən cavanam. Burada cavanlar da var, qocalar da var, sağlamlar da var, varlılar da var. Hamısı bura gəlir, amma heç kəs bilmir. Nə vaxt, necə öləcək? Odur ki, hamılıqla Allah deyir, Quranda deyir, hamılıqla tövbə edək. Allaha dönək, namaza dönək, oruca dönək. Allah Teala bu baxışdan, bu çəkilişdən istifadə eləməyi nəsib eləsin. Allah hər kəsin cüməsini mübarək eləsin və xeyirli yaşayıb, xeyirli ölməyi, son nəfəsdə əşhədü ən la ilahə illallah və əşhədü ənnə Muhammedən Rasulullah kəlməsi deməyi hər birimiz Allah nəsib eləsin. Esselamu aleykum və rəhmətullah.